Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz. Xoş gördük hər birinizi. Mən öz sosial platformalarımda da hər zaman paylaşırdım. Beyləqan rayonunun Aşağı Çəmənli kəndindən Kətananı. Hansı ki 30 ildən çoxdur ki torpağa oğul verib vətən uğrunda və 30 ildən çoxdur ki indi dəqiq tarixini irəliyən dəqiqələrdə özü deyəcək. Hansı şəraitdə yaşayır? Oğlunu təqdim edəndən sonra Kətananı özü deyəcək. Mən istəyirdim Kətananı özünü daha ətraflı təqdim eləsin. Qarşınızda görürsünüz, yeri gəlmişkən mən elə qısaca özüm təqdim edeyim. Özləri daha ətraflı deyəcək ki, Kətanana Pərviz Həziyevin, şəhidimiz Pərviz Həziyevin anasıdır. Gözəl anamız da ki onun xalasıdır. Yəni Kətanana biraz çətinlik çəkir. Bunu əvvəlki efirlərimizdə də görmüsünüz ki, yəni düzdür, kadr arxasında danışır. Kadr arxasında tələb eləyir, amma ekran qarşısında çətinlik çəkir danışmağa. Amma onun yaşadığı həyat, yəni illərdir ki, hələ mən oğlunu şəhid verəndən bəri nəzərdə tuturam. Ondan əvvəlini nəzərdə tutmuram. Oğlu şəhid olandan bəri onun yaşadığı həyat bacısının gözünün qabağındadır. Ona görə mən xahiş elədim ki, gözəl anamız da kadra düşsün və hər ikisi onların yaşadığı şəraitdən danışsın. Düzdür, şəhidimiz barəsində mən ətraflı məlumat vermişəm. İndi ana da irəliyən dəqiqələrdə özü məlumat verəcək, amma əsas bizə nə lazımdır? Reklam üçün hamımız deyirik, hamımız boğazdan yuxarı şəhid deyirik, şəhidimiz başımızın tacıdır deyirik. Bunu əsasən də məmurlar tədbirlərdə işlədirlər bu ifadələri. Alqışlatdırırlar, özlərini çıxırlar, gedirlər və səlam. Mən Həsənova Kətan Yusif qızı Həziyə Pərviz Adiloğlu şəhidinin anasıyam. Oğlum 30 ildir ki şəhid olubdu. Allah bütün şəhidlərə rəhmət eləsin. Vallahi oğlum şəhid olandan bəri mən hökumətdən heç bir qayğı görməmişəm. Lazımı icraatçılarından, yerli icraatçılarından heç birindən heç bir qayğı görməmişəm. Heç vaxt məni aramayıblar, axtarmayıblar, yoxlamayıblar. Hansı şəraitdə yaşadığımdan maraqlanmayıbdılar. Nə də mənim biraz xəstə olmuşam, biraz şəhid vermişəm deyə, nə bilim, özümə sığışdırmamışam, gedib özüm də tələb eləməmişəm. Amma sonradan baxıram ki, səhv eləmişəm. Səhv eləmişəm, tələb eləməmişəm. Mən gərək mən haqqımı tələb eləyəydim. Gərək mən də bir özümü göstərəydim ki, məni də sayıdılar, şəhidi də sayıdılar. Şəraitimlə əlaqədar mən də gözüm yollarda qalıb həmişəkin, indi yəqin yuxarıdan gələrlər, maraqlanarlar, lazımı bir tədbir görərlər. Heç bir görməmişəm, eşitməmişəm. Bircə dəfə də olsun. Özünüz müraciət eləmişsiniz? Bu 30 ilin ərzlərində bircə dəfə mənim qapımı açıb məni yoxlayan olmayıb, soruşan olmayıbdır. Getmişəm icraatçısının yanına getmişəm, o da keçmiş icraatçısı olubdu. Şəhid ailələrinə baxanlar var, onların yanına getmişəm, maraqlanmışam. Mən elə də çox dərinə getməmişəm düzünə qalsa. Amma vaxtında tələb eləsəydim, vaxtında istəsəydim istəklərimi, bəlkə də belə olmazdı. Vaxtı deyəndə ki, indi də gec deyil. Çünki şəhid heç vaxt köhnəlmir. Birinci Qarabağ müharibəsində olub. Ona görə elə bilirəm ki, mən elə bilirəm ki, onlar köhnəlmiş hesab edirlər. Yox, qətiyyən elə düşünməyin. Təbii ki, şəhidlərimizin hamısı başımızın tacıdır. Birinci Qarabağ müharibəsi şəhidi, ikinci Qarabağ müharibəsi şəhidi bu ifadəni işlədirik. Amma kadr biz lentə almazdan əvvəl ana ilə xeyli söhbət elədik. Deyir ki, bəs deyirlər ki, sizin oğullarınız torpağı vermişdi, bizimkilər aldı. Biz bunu dəfələrlə vurğulamışıq ki, birinci növbədə, birinci Qarabağ müharibəsində ölkə bir sözlə başsız idi. Sözün əsl mənasında ölkə başsız idi. Bu qədər silahlandırma yox idi. Bu siyasət, hazırki siyasəti yürüdəcək bir şəxs yox idi ölkənin başında. Yəni idarə edici bir şəxs yox idi. Bu qədər silah sursat yox idi. Təbii ki, birinci növbədə siyasət, daha doğrusu ordumuzun gücü, ikinci növbədə siyasət, üçüncü növbədə xalqın birliyi qazandı bu qələbəni. Bu ifadəni işlədən adam böyük siyasi səhvə yol verir, mən deyərdim. Və vətənpərvərlik hissindən tamamilə uzaq insanlardılar. Qaldı ki, ananın şəraitinə hazırda oturduğumuz ev, biz inanın ki, evin ən yaxşı bucağını tapmışıq ki, kadrda yaxşı düşsün. Yeri gəlmişkən, mən özümüzün də kanalımızda qeyd edeyim ki, 50info.az
informasiya portalı kollektiv olaraq gəlmişik. Şəhla İlkay və mən Jalə Asiman və Şəhla xanım da özü də gördü. Lent alanda artıq özü də gördü ki, bu ev hansı şəraitdədir. 40 ildir tikilib, özü də torpaqdan tikilmə evdir. Torpaq kərpicdən. Allah xeyir, orası uçur, oranı düzəldirik, burası uçur, burasını düzəldirik ki, içində oturmuşuq da, nə? Kənd adamları qohum məktəbə gəlir, gedir və utanır, yaşadığı şəraitdən utanır. Amma utanmalı olan əslində o deyil. Utanmalı olan, ana bayaq hökumət sözünü işlətdi ki, hökumətdən qayğı görməmişəm. O hökumət deyərkən aidiyyatı qurumları nəzərdə tutur. Yəni icra nümayəndəliyi olsun, icra hakimiyyəti olsun, ümumiyyətlə yerli, istər bələdiyyə olsun, yerli dövlət qurumları da. Yəni bu vaxta qədər ananı ziyarət eləməyiblər. Ayın 5-i Pərviz qardaşımızın anım günüdür. Həmin günü biz hava şəraiti ilə bağlı gələ bilmədik. Amma mən xəbərdarlıq eləmişdim Beyləqan rayon icra hakimiyyətinə, sağ olsunlar, gəlib ziyarət edib. Ən azından 30 ildən sonra, mənim müraciətimdən sonra gəlib ziyarət ediblər. Düzdür, mən bu barədə birinci dəfə gəlib, ilk dəfə ziyarət ediblər. Mən bu barədə təşəkkür elədim onlara ki, təşəkkür edirəm ki, öz vəzifə borcunuzu mən xahiş eləyəndən sonra yerinə yetirdiniz. Bunu mən xahiş eləməli deyildim. Nə də ki, bunun üçün əslində təşəkkür də düşmür, amma vəzifə borcunu yetirənlər tək-təkdir deyə. Ona görə təşəkkür etməyi özümə borc bilirəm ki, bəlkə bu təşəkkürdən həvəslənələr. Bir kəs heç yerli nümayəndələrdən də gəlib deyən olur ki, bu günləri şəhidimizin ya ad günüdür, ya anım günüdür, ya nədir. Bəs bayramlarda xüsusi günlərdə. Heç vaxt. Torpaq alınandan sonra olunan şəhidlərin anımına da gəlirlər, bayramına da gəlirlər. Hər şeyində elə bilginən onlar öndədir də. Ayrı göstərirlər. Özümüz gedirik, görürük. Öz gözümüzün qabağında olan şey. İndi mənim xəstəliyim biraz artıqdır deyə mən da məclislərə getmirəm, ancaq gedib gəlirdik. Mənəsrə nə qədər görürdük, icra başçısı, nə qədəri bir yığın adamla gəlirdilər. Amma 30 ildən çoxdur ki, Pərviz Həzgiyevin anası mənzillə təmin olunmayıb. Hörmətli Anar Əliyev, Sahil Babayevin vaxtında da, zamanında da, yəni çox müraciət elədik. Nəticə göz qabağındadır. Hörmətli Anar Əliyev, və siz necə baxırsınız, necə yanaşırsınız? Sizcə bir şəhid anası bu vəziyyətdə yaşamalıdırmı? İndi də şad xəbər veriblər, bilmirəm, o şad xəbəri necə səsləndirim, deyir, rayonun özündə mənzillər tikilir. Nazirliyin özü ilə də maraqlanacağım ki, görüm hansı materiallardan tikilməlidir və yerlərdə hansı materiallardan tikilib təhvil verilir. Mən onkoloji xəstəyəm, Quran haqqı sizi görüb biraz rəhlənmişəm, qalmışam. Mən bu pasteldən aynən qalmıram, başımı qaldırmıram. Bax, bu da mənim qulluqçumdur elə bilginə, bu da mənim qulluğum eləyir. Düzəldikcə orada gedib. Yox, düzəlməyimi gözləsəm. Bu yerdə sizin, yəni sizin də himayəsində olduğunuz, ümumiyyətlə neçə ailə üzvü var? Bu evdə? Hə, bu evdə neçə ailə üzvü yaşayır? Deməli, 2 oğlum, bir gəlinim, 2 nəvəm. Bir də siz? Hə. 2 oğul, 2 nəvə, 4, 5, 6 nəfərlik ailə üzvüdür da. 6 nəfərlik ailə üzvünün yaşadığı mənzil. Nəvəniz əskər gedibmi? Maşallah böyükdür. Gedib gəliblər. Gedib gəlib. Maşallah olsun. Bu evdən demək bir şəhid, 3 əskər və yaşadıkları şərait. Hörmətli prezidentimiz cənab İlham Əliyev bu sərəncamı imzalayıb. Şəhid ailələrinin mənzillə təmin olunması artıq bu qanunla yəni illərdir ki, tətbiq olunur. Bu müavinətdən yararlanırlar. Amma nədənsə ayrı seçkilik salınır. Kətan ana və Kətan ana kimi bir neçə şəxslər var ki, biz bu barədə danışmışıq. Cəbrayıl rayonunun Daşkəsən kəndindən Ataş Kərimov, Xaçmaz rayonunun Aslanoba kəndindən ananın adını unutdum, Əfruzə ana idi, yanılmıramsa. Yəni onlar da mənzillə təmin olunmayıblar. Nəyi gözləyirsiniz? Bu şəxslər 1-ci Qarabağ müharibəsində torpağa oğul verən analardılar. Kifayət qədər yaşları var, özü də onkoloji xəstədir. Allah sağlam ömür versin inşallah, Allah özü kömək olsun. Amma siz nəyi gözləyirsiniz? Nə vaxta qədər bunu davam etmək fikrindəsiz? Bu oğullarda vətənpərvərlik ruhunu saxlamaq üçün ən azından bu diqqət lazımdır. Xəstədir, gələn olur, gedən olur. Onlar da xəstə adam da yıxıldı, öldü və kənd yeri də ham gəlir, gedirdir. Bu şəhid indi olmayıb, 96-cı ildə olub, ondan bəri niyə düzüb qoşmayıblar, düzəltməyiblər. Onda da balaları yekəlib, nəvələri əskərliyə gedib, oxuyub, özü xəstə olub. Neçə illərdir xəstədir. Oğlunun dərdindən xəstə düşür. Allah kömək olsun, təbii ki, ağır itkidir. Bala itkisi çox ağırdır. Özümüzün 1 manat pulumuz düşür, itir. O 1 manatı gözümüz hər yerdə axtarır. O ki qaldı, canından parça verəsən,
dünyaya gətirəsən, onu hələ əvvəlki prosesini demirəm, 9 ay bətnində gəzdir, dünyaya gətir, onu hər acıdan çıxar, ağrıdan, acıdan çıxar, böyüt, vətən uğrunda, vətənin keşiyində durması üçün göndər və cənazəsi gəlsin. Atası xəstə düşür, başları ona qarışıb. Atası O da xəstə düşdü, onun dərdindən. Xəstə düşdü, o da rəhmətə getdi. Ondan sonra belə başı qarışdı uşaqlara. Mənim əslində mənim növbəyə durmamağımın səbəbi elə başıma qatan şeylər oldu. Mənə də qıraqdan bir başa salan olmadı. Kim elə dərdini çək günə, imtahası get. De yol göstərərdi ki, get günə növbəyə dur günə. Onu da mən durmamışdım. Nətər mənim bu da yerdən qalxanlarımı nə yaxşı apardılar. Vəzifə borcunu yerinə yetirdi, xidmət borcunu yerinə yetirdi. Onu çağırdığı kimi mən də çağırıydı, deyirdi ki, oğul vermişsən torpaq uğrunda, adını buraya yazaq, sən də növbəyə dur günə. Onu eləyən olmayıbdı. Mən də başa düşməmişəm. Mən də dərdimi çəkməyə başım qarışıb. Oğuldan sonra ata ölüb, atadan sonra uşaqların körpə vaxtı Hər şeydən olub. küstü, özünə qapandı. İndi efirimiz vasitəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yəni sizə mənzili təqdim etməli olan qurum bu qurumdur. Onlara nə sözünüz var? Onlara sözüm odur ki, nə qədər ki, gec deyil, hələ ki yaşayıram şükür. Mənim evlə təmin olunmağımı köməklik eləsinlər, tezləşdirsinlər. Mənə ancaq bunu tələb edirəm, ayrı bir şey tələb edirəm onlardan. Bizim üçün çox xoş oldu sizi gəlib ziyarət eləmək, amma təbii ki, bu şəraitdə görmək heç də xoş olmadı. Çox sağ olun, sizlik bir şey yoxdur ki, Allah canınızı saxlasın ki, gəlmişsiniz ya da salmışsınız, hər vaxt salırsınız ya da. Allah belə bilirəm ki, bir balamsınız, hərdən utanıram hələ səs atmağa. Estağfurullah, qətiyyən. Bayramlarda azadda təbrik eləməyə də. Belə sizin kimi yada salıydı. Heç nə yox, heç nə istəmir. Ancaq elə bir gəlib, heç olmaya bir gəlib onun elə toxtaqlıq verək ki, hər biri özünə ələ al günə, neybi yoxdur, bu il olmadı, bu üzümüzə gələn ilə düzələr, belə bir ürəkdirək verək heç olmasa, heç onu da eləyən yoxdur vallahi. Dəyərli izləyicilər, diqqət etdiniz, xala oldu da, Gözəl xanım nə ifadə etdi? Heç olmasa 2 ildən bir, 3 ildən bir gələrdilər. 30 il demək nə demək? Vallahi 30 il elə bir yiğidin ömrüdür da. Amma mən düşünürəm ki, bizim bilirsiniz ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev Maliyyə Naziri təyin olundu və onun yerinə, düzdür, onun kadrıdır, yenə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin öz yetişdirməsi hörmətli Anar Əliyev təyin olunub. Anar müəllim yeni təyin olunub və düşünürəm ki, ən qısa zamanda bizim səsimizə səs verəcək və ananın mənzillə təmin olunması ən qısa zamanda həyata keçiriləcək. Ən azından ümid edirəm bunu. Hələlik bu arzudur. İnşallah ki, ən qısa zamanda mənzil təmin olunanda söz verirəm ki, inşallah biz də gələcəyik, elə buradan çəkib təşəkkürümüzü də bildirəcəyik. Aidiyyəti qurumuna baxmayaraq ki, borcunuzdur. Təşəkkürümüzü də bildirəcəyik. Həmçinin ananın sevincini də həm izləyicilərimizlə, həm də elə həmin aidiyyəti qurumun özü ilə paylaşacağıq.